Salam değerli şahidlər, hər vaxtınız xeyir olsun. 22-ci ay 2026-cı il Masallı Adliyyat Mərkəzinin keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacaq. 9-cu sinif keçərli suallarımızın izahına. Birinci sualda nə deyir? Bizə çox hədisini vurğulara ayırın. Vurğulara ayırdıqda nə edirik? Orta vurğu metrajı xaricində çıxaracaq. İkisində də hansı vurğu var? 6A, digərində nə qaldı? Y minus 3. 6A, Y minus 3A variantıdır. İfadəsinin qiymətini tapın. Demək, ifadəsinin qiymətini tapaq. Demək, bunu biz birinci ifadəni neyini düzgün olmayan kəsirə çevirsək. 6'da 11 və bölməni vurma ilə nəvzəlüsü 5 düşür aşağı, 18 qalxır yuxarı və mənfisi də qarşıya keçirdək. Bu mənfi edək plus olacaq. Bunun da keçirsə düzgün olmayan kəsir şəklində neçə olacaq? 10'da 42. Vurulsun bir dənə də 2'də 5 belə bərabərdir. Demək, ixtisarlarımız getsə, buradan nə gedir? 3 qalır, nə qalır? 5'də 33, mənfi 33 plus 10'da 42. Gəlin elə orta məxrəcə gətirək. Birbaşa orta məxrəc nədir? Bunlar üçün 10. Nəyə vurmuş oluq? 2'yə mənfi 66 plus 42 vurulsun neçə? 2'də 5 mənfi bərabərdir. 10'da əks şəllədətlərdir. Çıxılacaq, demək nə qalacaq? 24. Mənfi 24 vurulmuş mənfi 2'də 5 bərabərdir. Mənfi də müsbət verəcək bizə. 10 ilə 5 getdi, 2 qaldı. 2-2'nin 4 gedəcək, 6 qalmış olacaq. Cavabımız olur B variantı. AB və CD parçaları M nöqtəsində kəsikir. CB'nin bərabərdir ADM-ə, AD 15. AD haradır bura? 15. AM 5. CM verib bizə 4. CB məsafəsini soruşur. X deyək. Uşaqlar, orta oxşarlığa görə gedəcək. Demək, paralellik verməsin. Demək, bu bucaqlar bir-birinə bərabər. Bu bucaqlar da bir-birinə nə olacaq? Bərabər. Onda bir dənə bucağın qarşısındakı tərəfin 4'ün. Burada bir dənə bucağın qarşısındakı tərəfə nisbətə 5'ə. Eyni qaydada buradakı 2 dənə bucağın qarşısındakı tərəf x-in, buradakı 2 dənə bucağın qarşısındakı tərəf 15'ə nisbəti 5'lərlə ixtisar getsə burada qalacaq 3, burada qalacaq 1 çarpaz vursaq x-i tapmış oluruq neçə? 12. Hər bir daxili bucağı 160 dərəcə olan düzgün çoxbucaqlının neçə tərəfi var? Demək, daxili bucaq 160-dırsa, xarici bucaq neçə dərəcə olur? 120 dərəcə. Biz də xarici bucaqdan geçsək, 360 bölünsün n-i tapsaq neçə olur? 360'ı bölərik 20'yə. İxtisar getsə neçə qalacaq? 18. Demək, neçə tərəfi varmış? 18 tərəfi. Təkliflərdən hansı həmişə doğrudur? Cüt ədədlə tək ədədin cəmi cüt ədəddir. Cüt ədədlə tək ədəd xeyr, 2 ilə 3'ün cəmi 5. Getdi. Cüt ədədlə tək ədədin hasili cüt ədəddir. Cüt ədədin tək ədədin hasili cütbə ilə cavabımız bu olmuş olacaq. Cüt ədədlə tək ədədin hasili. Yəni digər variantlarda baxaq. 2 mürəkkəb ədədin hasili sadə ədəddir. Xeyr, 2 mürəkkəb ədədin hasili necə sadə olsun? 2 tək ədədin cəmi tək ədəddir. 3 ilə 5 8 cüt verdi. Sadə ədədin hasili sadə ədəddir. Xeyr. Məsəl üçün 3 də sadə, 5 də sadə, hasili 15 necə sadədir? Demək, hamısı səhv. B variantı doğru. Keçdik. Diaqramda okeanların demək, diaqramda okeanların tutduğu sahələr göstərmişdir. Atlantik, Hind və Şimali buzlu okeanların sahələri, Sakit okeanın sahələri neçə faizinə bərabərdir? Sakit okean nə qədər verib bizə? Sakit okean 175. Belə baxaq da. Hər biri ayrı-ayrılıqda. Bunların cəmini ümumiyyətlə soruşmur. Hər biri ayrı-ayrılıqda. Yəni Atlantik okean, Sakit okean neçə faizidir? Şimal buzlu okean, Sakit okeanın neçə faizidir? O şəkildə tapacaq. Demək, Sakit okean neçədir? 175. Atlantik neçə? 105. Neçə faizin dedikdə yenirdik? 100'ə vururduq. Yəni 1500'ü böləcək neçəyə? 175'ə. Bu da eləyəcək 60%. Sonra Hind okean 70'in nəyə nisbət olacaq? 175'ə vurulsun 100%. Burada da neçə olacaq? Demək, 7000
bölünsün 175. Neçə faizə düşəcək? 40%. 40%'i eyni qayda olaraq da 14'ün də 175'e vurulsun 100%. Demək 1400 bölünsün 175. Bu neçə düşür? Demək 8%. 60%, 40%, 8%, 60 ilə A variantı verib bizə. Sonra şəkildə ASB nöqtələr bir düz xətt üzərində yerləşir. AC 8, buna verib 8, CB-ni verib 6. Bizdən nəyi soruşur? AB-ni. AB-də neçə olacaq? 14. ASB düz bucaqlı üçbucağında AM tənböləndir. AM tənböləndirsə bucaqlarımız yarıya bölünüb. CAB 40 dərəcə veribsə yarıya bölünürsə 20 düşmüş olacaq. AMC-ni tapın. AMC-ni. İti bucaqlarınızı, bura düz bucaqlı üçbucaqda iti bucaqlarınızı cəmi 90 oldu. Ondan buraya üçün neçə qalır? 70 dərəcə. İfadəsini sadələşdirin. Demək 3 75'i yazarıq. 25 vurulsun 3 kimi. Minus 2 12'ni yazarıq. Demək 4 vur 3 kimi. Minus 27'ni də yazarıq. 9 vur 3 kimi bərabərdir. 25'dən çıxır 5 3'ə vurulur. 15 kök altında 3 minus 4 kök altında 3 minus 3 kök altında 3. 15'ten çıxaram 4'ü 11, bir də 3 çıxsam 8 kök altında 3. Ata oğlundan 3 dəfə böyükdür. Ata, oğul. Demək, oğul x-sa ata olacaq 3x. Bunu bildik. 10 ildən sonra ata oğlundan 2 dəfə böyük olacaq. 10 il dedikdə hər birini yaşın üstünə 10 gəlirik. Deyirik ki, 10 ildən sonra ata oğlundan 2 dəfə böyük olacaq. Yəni 3x plus 10 bərabərdir 2 vurulsun x plus 10'a. Onda nə olur bizdə? 3x plus 10 bərabər 2x plus 20. X'i tapırıq neçə? 10. X'i 10 tapırıqsa atanın olur 30 yaş, oğlun olur neçə? Hara getdi bu? 10 yaşı. Bizdən kim yaşını istəyir? Ata indi neçə yaşı var? Atanın indi 30 yaşı. Aşağıdakı kəsilərdən hansı sonlu kəsir şəklində göstərilə bilər? Sonlu kəsir şəklində göstərilməsi üçün məxrəcində 5 və 2 vurğuları olmalıdır. Bu gedəcək 3 var, bu gedəcək 3, 6 3 var, 3 var, elə cavab B variantı. 20 nəyin hasildir? 4-dən 5'in 2 vurğularından ibarətdir. Məktəbdə gətirilən 300 kitabın 30%-i fiziqa, qalanlar isə riyaziyyatdır. 300 kitabın 30%-ni taparıq. 90 kitabı əgər fiziqadırsa, qalanları riyaziyyat olacaq. Qalanları nə idi? 210. Variantı. Düz bucaqlı üçbucağın katetləri üzərində qurulmuş kvadratın sahələri. Kvadratın sahələri verilibsə, demək bunun sahəsi 16-dırsa tərəf 4 demiş. Sahəsi 25-imsə bu da verib 5. Məndən nə istəyir? Üçbucağın sahəsi 3 bucaq budur. Bunun sahəsini istəyir. Düz bucaqlı üçbucağın sahəsi nə idi? Katetləri hasilinin yarısı 4 5'in 22'ye böl 10. A variantı. Nöqtələr verilmişdir. AB parçasının orta nöqtəsini tapın. Orta nöqtəni tapanda nə edirdi? Onun koordinatları toplayıb 2'ye bölü 2. 8 10 bölü 2 5. Digəri də 4 plus 10 bölü 2 7. 5 və 7. E variantı. X minus 2x böyükdür mənfi 5'də. Mənfi x böyükdür mənfi 5'dən hər tərəf mənfiyə vursa o işarə necə dəyişəcək? X kiçikdir 5'dən mənfi sonsuzluq 5. Təhlillər sistemindən x plus y cəmini tapın. Nə edirik? Tərəf-tərəfə çıxaq da. 2x-dan x-i çıxsaq nə verəcək bizə? X, y-lərini çıxsam y-lər getdi. 7'dən də 5 çıxsam 2. X-i tapdım 2. Gətirib yerinə yazıb y-i də taparıq. 2 plus y bərabər 5. Y-də nəyə bərabərdir? 3-ə. Məndən x plus y cəmini soruşur. Yəni 2 plus 3 üstündə 9 bərabərdir nəyə? 11'ə. A parametrin hansı qiymətində x kvadrat minus 5x plus a minus 1 tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlərdirsə köklər hasilimiz nəyə bərabər olmalıdır? 1'ə. Viyyətə görə də köklər hasilimiz nəyə bərabərdir? A minus 1'ə. Onda belə çıxır ki, a minus 1 ilə nəyə bərabərdir? 1'ə. A da nəyə bərabər olacaq? 2'yə. Sonra indi burada cavab nə oldu? 2'də A parametrin hansı qiymətində? A-nın 2 qiymətində. Mənfi x kvadrat plus 16 bərabərsizliyini ödəyən tam ədədlərin sayını tapın. Birinci hər tərəfi mənfi ədədə vuraram. X kvadrat minus 16 işarəmizi dəyişərik. Bunu da açarıq. X minus 4, x plus 4 kiçik bərabər 0.
-4 və -4. Sağdan başlayaraq müsbət, mənfi, müsbət yazmağa. Bizə mənfi aralığı istəyir. -4 ilə 4. Bərabər sirə ödəyən tam ədədlərin sayını tapın. Uşaqlar -4-dən 4-ə. Neçə tam ədədimiz var? 4 plus 4 plus 1 dənə, yəni 9 dənə. Doğru cavab olacaq 9. A düz xətti radiusu 6 cm olan A mərkəzli çevrə. A mərkəzli çevrə deyirsə, radiusu 6 deyirsə, onda bura yazdıq biz 6. Sonra çevrəyə C nöqtəsində toxunur və radiusu 1 cm olan çevrənin B mərkəzli. Buna da radiusu 1 deyək. Çünki radiusun 1 cm verir və mərkəzi B olan çevrə budur. Aha, B mərkəzi çevrədən keçir. CD məsafəsi də 7-dir. Buranı da verir bizə 7. Çevrənin mərkəzləri arasındakı məsafəni soruşur bizdən. Bax, bizdən bu məsafəni soruşur. Uşaqlar, radius və tərə hər zaman nədir? Perpendikulyar. Düz budağa əmələ gətirir. Gəlin, indi onu qıraqda çəkək üçün. Buranı verir 6. Bura 1, 7. Bütövlükdə verirmi? 8. Pifagor ədədlərə görə bura neçə olur? 10. Demək, radiuslar arasındakı məsafə neçədir? 10-a bərabər. Gəldik 50-ci sual. İfadəsinin qiymətini hesablayın. Demək, sürət verəcək bizə nə? 45 minus 10, 45 plus 10, yəni 45 minus 15, 45 plus 15. Məxrəcimiz də, uşaqlar, birinci yəni bunu sadələşdirsək. 36-dan 24 çıxay, 36 ilə 24-ü toplayaq. Onda nə olur? 36 ilə 24 toplayanda 60 vurulsun, 36-dan 24 çıxsam, verir 12, plus 60 vurulsun, 48. Və məxrəcimizdə də 60-ı çıxardaq qarşı. Onda nə qalır bizdə? 12 plus 48 buradan 0 hardan düşdü? Aha, 12 plus 48. Surətdə nə verir bizə? 30 vurulsun, 45 ilə 15-də toplayanda 60. Və ixtisarlarımızı buradan aparsaq. 60'lar gedir. 12 ilə 48-in cəmi verir bizə 60. Surətdə də 30. Yəni ixtisar getsə nə verir bizə? 2-də 1, yəni 0, 10-da 5. Sonra bunu biraz keçirdək, ayağa dolaşmasın. ABC düzbucaqlı trapezində BC 6. BC-ni verir 6. AD-ni verib 10. AD-ni verib 10. D-ni verib 45 dərəcə. AB-nin uzunluğunu soruşur. Yəni bizdən bu hündürlüyü soruşur. Şagirdlər buradan bir dənə hündürlüyü endirərik. Bu yuxarıdakı 6-nı köçürdərik aşağı. Və aşağı oturacağınız 10 olduğundan bura üçün neçə qalacaq? 4. Və 45 dərəcə olduğundan bərabər yanlı düzbucaqlı üçbucağı alınır. Yəni katetlər bir-birinə nədir? Bərabər. Burada olmuş olacaq 4. Onda ilə həmin uzunluq hündürlüyümüz buranı verirmi? AB fəlsəfəsi nəyə bərabər olur? 4-də. 45 manat pulu olan Murad biri 33 manatdan ən çoxu neçə dəftər ala bilər? Şagirdlər, onun qalan pulu 6 manatdan az olmasın. Yəni 6 manatdan az olması nə deməkdir? Ya 6 manat qalsın, ya da 6 manatdan çox qalsın. Biz nə edirik? 6 manat qalan halına baxaq görək. 45-dən 6-nı çıxsa neçə qalır? 39 manat. Demək 39 manatına dəftəri ala bilər. Amma 39 manatdan artıq dəftər almamalıdır. Çünki vücuduna 6 manatdan az pul qalacaq. Və biri də 3 manat olduğundan elə 13 dənə dəftər alar ki, 13 dənə dəftər 39 manat pul xərcləyir. Maksimum ən çoxu neçə dənə dəftər ala bilər? 13 dəftər. Yəni tənlik də qursunuz. Burada nə edirsiniz? 3 manat deyilmi? X dənə dəftər alırsa nə qədər pul xərcləyir? 3x qədər. 3x qədər və nə qədər olmalıdır? Bu da 39 manat. Yəni bu şəkildə də tapa bilərsiniz gedir. Avtomobil 1-ci saata 50 km. Necə? Avtomobil 1-ci saat 50 km, hər sonraki saatda isə əvvəlkindən 20 km çox yol getdi. Avtomobil 450 km məsafəni nə qədər vaxtda qət edir? Avtomobil 1-ci saat 50 gedirsə, baxın, 1-ci saat 50 gedirsə və deyir ki, hər sonraki saat isə əvvəlkindən 20 km çox. Onda belə çıxır ki, 2-ci saata 70 km, 3-cü saata 90 km, 4-cü saata 110 km. Yəni bu şəkildə gedir. 5-ci saata da 120 km və s. bu şəkildə davam edəcək. Amma bizdən deyir ki, 450 km məsafə nə qədər vaxtda gedir? Gəlin bunların cəmlinə baxaq elə. 50, 70 neçə eləyir bizdə? 120.
90, 110, 200. Bu da ki 120 ilə qalıb. Demək elə bunların cavabları neçə verir? Bunların cavabı bizdə 320, 400, daha doğrusu baxaq bir dəqiqə. Demək 120, 200, 320, 340. Yox, bu şəkildə getməyəcək. Bir dənə tənliyi quraq. Biz burada yanlışlığa yol vermişik. Bizdən 20 saat, 20 kilometr çox dediyinə görə bura 110 yox, 130 düşməli. Çünki 20 artıq gedir də. Tutaq ki 50 gedibsə, sonra növbəti saatda ondan 20 çox 70, növbətində 20 çox 90 bu şəkildə. Burada olur 130. Onda birlikdə neçə edir elə? 450 kilometr edirmi? Neçə saat edir? 1, 2, 3, 4, 5 saat ərzində. Avtomobil 450 kilometr məsələn nə qədər vaxta gedir? 5 saat. Bu sualda nə deyir bizə? Euler-Venn diaqramında x kvadrat plus bx plus kök şəkilli A və B çox ədlərin vuruqları verilmişdir. A plus B çox ədlisini vuruqlara ayırın. A plus B çox ədlisini. Uşaqlar, A çox ədlisi zaten özü verib bizə neçə verib? X minus 5, x plus 1. B çox ədlisində bizə verib ki, x plus 1, x plus 2. İndi bizə deyir ki, A plus B çox ədlisini vuruqlara ayırın. Elə bunu vuruq şəkildə yazsaq. X plus 1 plus digərində x plus 1, x plus 2. İndi bunlarda ortaq vuruq nədir ikisində də? X plus 1. X plus 1-ləri çıxardarıq qarşıya. Yerdə nə qalır? X minus 5 plus bunda nə qalır? X plus 2. Bunu da vuruqlara ayırsaq x plus 1 qalmış olur. X, 2x minus 3 şəklində. Vuruqları ayırmağımızı istəyirdik. Elə bu şəkildə vuruqları ayırdıq. Demək, başqa sual qalmadı ki, axırıncı sualdır da bu. Cədvəldə təzə qurudulmuş meyvələrin kütlələri, qurudulma zamanı kütlələri və itirmə faizləri verilmişdir. Cədvələ əsasən A, B və K-nı hesablayın. Necə hesablayacaq? Demək, alça əvvəl 80 kiloqram idi. Qurudulub olub A kiloqram, itki 25%. Yəni, uşaqlar, 80-in birinci biz 25%-i itkiyə gedibsə, 80-in 25%-ni taparıq. Neçə elə? 100 ilə 25 geçsə, ixtisar 4, 84-ə bölsəm qalır neçə? 20. Demək, 20 kiloqram itkiyə gedib. Əvvəl 80 kiloqram idi. 20 kiloqram itkiyə gedibsə, neçəsi qalır? 60 kiloqram qalırmı? Və qalanı da bizdə nə ilə verib? A ilə. Demək, A nəyə bərabərmiş? 60-a. Sonra, xurma. Bilmirik nə qədər? 5 kiloqrammış. 10% itkiyə gedib, nə qədər olub? 54 kiloqram. 10% itkiyə gedibsə, nə qədərsə qalır? 90%. Yəni, 90%-i 54 olan ədədi tapacaq. Onda nə edərik? 54-ü vurarıq 100-ə, daha doğrusu 100-ə. Bölərik nəyə? 90-a. Bunun sıfırı gedər. Bundan 54, 9-a 6. 6-nı vuraram, ona neçə olur? 60. Yəni, ümumi nə qədərmiş? 60 kiloqrammış. 10% itkiyə gedib, qalıb 54. Həqiqətən də 60-ın 10% neçə eləyir? 60-ın 10% 6. 6 gedibsə itkiyə neçəsi qalır? 54-dür. Və biz nəyi tapdıq? Xurmanın ilkinci əksin, yəni B-ni də tapdıq neçə? 60. Gəldik nəyə? Axırıncı alma 90 kiloqram idi. Müəyyən qədər itkiyə gedib, qalıb nə qədər? 63. Nə qədər gedib itkiyə? 90-dan 63 çıxarıq. Neçə qalır? 27. 90-dan gəlib də 63-ə 90 vurulsun neçə? Daha doğrusu 90. 90 vurulsun neçə? 100%. 100-ün bir sıfırı gedər. İxtisar 27 ilə 9, 3 qalır. 3 ona vuraram 30%. Demək, K-nı da tapdıq neçə? 30. İndi bizdən nəyi soruşur? Cədvələ əsasən A, B və K-nı hesablayın. Hesabladıq da 60, 60, 30 bu şəkildə. Görə yaddan çıxarılsa sualımız qalmadı burada bizim. Belə, yaxşı şagirdlər, sağ olun.